Herkese salam, kanalımıza ve yeni videomuza hoş geldiniz. Bizimle Sən verilişinin iştirakçısı Aygün Zeyran xanımla birlikte Sabirabad'daki evlərində yaşayır. Belə ki, Aygün evdən çıxdığı və işsiz qaldığı üçün Zeyran xanım onu yanına aparıb. O bu barədə canlı yayımda danışıb. Biz də sizlərə təqdim edirik. Hoş geldiniz. Çörək yiyibsən ha? Bəli canım, ev kirayəsidir. Valla ev Quran haqqı 3 günə 4 günə yığılmalıdır. Bu gelib evin pulu verib girməlidir ki, işə girməlidir. Valla da ağın kask olmayacaq. Söz verirəm sizə. Yemək vacib deyirəm. Mənə dəstək lazım uşaqlar nə qədərdir. 250 manat ev kommunal içindədir də. Evlər çox bahadır, ucuz ev yoxdur. O da tanışdıqla ha. Ay Aygün, 250 manata yaxşı tapıbsan valla. Tanışdıqla. Təmənnasız verirsiniz, cənub evi. İslam cəmi 5 manat yığılıb. Aygünlə dəstək olun. Aygün yesin o evi tutsun. Valla Allah o gecə gündüz ağlayır. Ağlamaqdan gözləri kör olub Quran haqqı. Hardadır? Dəstək olun. Onun bax, indi eşitmək ki, o necə kövrəlir, bir necə ağlayır, çarəsizdir, yiyəsiz kimi qalıb ortalıqda. Heç kim onu qınamasın. Allah haqqı onu mən görmüşəm, yaşadığım. Hələ bir maddən dəstək olun ona. Kartı olmayanlar, kartım yoxdur deyir, atardım. Hər şeyə çarə ver. Aparat, marketə girirsən, aparatla atmaq olur. 2 dəfə dəstək olağın uşaqlar. Ay, blok atıram. Mənə nömrəyə. Mən necə nömrəyə? Marketə gedirsən aparatla, satıcılara deyirsən, başına çıxmışsa aparatla göndərmə. Bu kartın nömrəsi var da, ekranda var, götürün. Kartı olmayanlar, kartın nömrəsi de ekranda var. Götürüb gedib həlləyə bilərsiniz. Gücünüz çatdığı qədər. Yağmur çox sağ ol, Hacı Qurban. Yeni gəlmə, xoş gəldiniz.
Çox sağ olun hədiyyələrə görə. 650 nəfər. Hələ 1 manatdan. Deyəcəm, evin kömək... Mən uzağa gedə bilmərəm, mən bir dənə xırdalanı tanıyıram. O da qaldığımız ərazidir. İş də oradadır. Çox sağ ol Yağmur, təşəkkür edirəm. Dəstək olağın uşaqlar. Hazır 100 manata. Sən moderatorluq eləmirsən, ancaq ağzın işləyir. Eləyirəm, atıram. Oxu demirsən, oxuma ona görə. Atıram. Demirsən, oxuma. Mənim dünyam, atsaydınız gələrdi bacı qurban, bir diriş gəlirdi mənə. Yox, ağacın bir də görsən, gec gəlir. Girmirə bax. Atadan bir də görsə, gec gəlir, rəyim. Mən qoşula bilərsən bura bacı qurban. Qoşda qoş, kim qoşmaq istəyir, qoş. Gəlib qala bilərsən təmənnasız. O kimsə yaxşı bayaqdan yazır. Siz kimdən qalırsınız? Kim qalırsınız evdə? Özün soxcu və anam.